Uşaqlar, musiqi nömrələrini soruşun. Cavab verək. Bu nədir? Uvertüra daha doğrusu, prologdur uşaqlar, uvertüra. Fikrət Təymürov Sevil operasından nədir? Prolog. Uvertüra, prologdan birinci mövzu gedir. Sahili göstərilir səhnədə və axşam hava qaralmaq üzrədir. Qadınlar qara çadralarda öz acı taleyləri barədə oxuyurlar. Bunların içərisində Sevil də var və birazdan biz burada nə eşidəcəyik? Müəzzin, yəni azan oxuyanın səsini belə eşidəcəyik və arxadan minarəti görəcəyik. Məscidin ən hündür o günbəzində, hündür yerində azan ki oxunan yeri var. Bax, o göstərilir səhnədə və qadınların səsi bir-birinə qarışır. Bir də oxuyaq. Deyirik, əsl bəstəkarın adı, birinci mütləq bəstəkarın adı Fikrət Əmirov. Əsərin adı Sevil, janrı opera, Sevil operasından nədir bu uşaqlar? Uvertüra, prolog.
Ne eşidilir? Bəli, bəli. Bircə dəqiqə. Proloqun birinci mövzusu gəlir, sonra xalqın mövzusu gəlir. Bundan sonra nə səslənir? Azan. Aha, bəs bu nədir uşaqlar? Balaşın manası dilbər, o gözlərin xəstəyə dərman, düzdür? Bəs bu nədir uşaqlar? Bəstəkarın adı? Sibilin alyozası. Hansı sözlər? Günüm qara, gecəm qara. Yarəm, niçin yarandım mən? Düzdür? Oxuyaq. Aha, oxuyaq bir yerdən. Aryadan daha küçük. Aryozası. Okuyun notlardan ki yanınızda yaşlasın. Do, sol, mi, fa. Do, sol, mi, fa. Do, sol, re, mi. Do, re, mi. Getiriyorlar. Fa.
sol, bir fa, yine triol. La, sol, la, si, do, si. Sözlerine, ya notlarına. Re, do, fa, mi, oy bircə dəqiqə bir də oxuyaq. Sözlerden hıçkırıklarını eşidirsiniz. Eşidirsiniz o hıçkırıkları. Neydi bu uşaqlar? Fikret Əmirov, Sevil operasından Sevil'in aryozası. Sözləri neydi? Günüm qara, gecəm qara, gecəm qara, ya Rəbb, niçin yarandım mən? Bu nədir uşaqlar? Ay sənə qurban ürəkdən, aman nə vaxt ürəkdən. Ay sənə qurban ürəkdən, aman nə vaxt ürəkdən. Sözləri yadından çıxır. Sonra necə idi? Sözlər kimin yadındadır? Gəlin bir notlarla da oxuyaq, uşaqlar yaxşı yadımızda qalsın. Nədir bu? Fikrət Əmirov, Sevil operasına Atakişinin kupletləri. Hansı janrdadır uşaqlar? Nazlama janrında. İlk dəfə nazlama janrını musiqiyə gətirən bəstəkar hansı operasında? Sevil operasında. Ay sənə qurban inəklər, bu balam nə vaxt inəklər. La, si, la, si, la, sol, bir yerdə. La, si, la, si, la, sol, sol, la, si, la, si, la, sol, 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 sol. Oxuyun. La, si, la, si, la, sol, 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 sol. La, sol, sol, la, si, la, si, sol, si, la, sol, sol, la, fa. Oxuyun uşaqlar. Mi, fa, fa,
Neydi bu? Fikret Əmirov Sevil operasından Layla. Layla. Aha. Nədir bəs uşaqlar? Dilbərin mahnısı. Sən uşaqlar oxuyaq. Sözləri yadından çıx. Gəl, notlardan oxuyaq. Mi, fa, mi, la, sol, si, la. Mi, fa, mi, la, sol, si, la. Mi, fa, mi, re, do, si. Si, la, mi, re, do. La, si, la, re, do, si, si. Sol, la, si, do, la. Öyle bir dilber. Neydi bu uşaqlar? Dilbərin mahnısı. Bir dilber, aşkın üstə düşər. Parisin düzdür. Bu nədir uşaqlar? Nə ritmlə oxşayır uşaqlar? Vals. Vals, 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 vals. Aha, Fikret Əmirov Sevil operasından vals. Proqramda baxıram, bu var idimi sizdə yoxsa yoxdur? Dəqiq yadımda deyil. İsmi nədir? Sevilin ailesi Əhsən. Oxuyaq uşaqlar. Sol. Triyollarla gedir. Mi, fa, sol, la, si, sol, la. Mi, fa, sol. Fikret Əmirov Sevil operasından Sevilin aryası. Sözləri necə gedir? Ayrı düşdüm gündüzündən. Oxuyaq. Mi, fa, sol, la, si, sol, la. Mi, fa, sol, la, si, sol, la. Si, do, si, do, la, si, do, si, do, la, si, do, si, do, la, si, la, do. Si, do, si, la, do, sol, la. Mi, fa, sol, la, si, sol, la. Sextoy. Mi, fa, sol, la, si, sol, la. Nədir sextoy? Şərti bölgü, əsas bölgünün 4 hissə əvəzinə 6 bərabər hissəyə bölünməsi. Həm bir çərəyə 4 dənə 16 olmalı idi, 6 dənə 16-lıq yerləşdi. Düzdür? Triolda həmçinin əsas bölgünün 2 hissə əvəzinə 3 bərabər hissəyə bölünməsidir. 2 dənə çərəyi olmalı idi, 4də 2 ölçüdə, amma burada 3 dənə çərəyi 2 və ya sıxışdırıb. Düzdür? Burada da bir çərəyə 1 və ya 4də 3 ölçüdə 2 və 3 və mi, fa, sol, la, si, sol, la. Sol, si, la, la, sol, la. Bu da triolda bax. Bir çərəyə 3 dənə 8'lik gedir. La, sol, la, si, do, si, do, la, si, do, si, do, la. Si, la, do, si, do, si, do, la, sol, sextoy, la. La,
Sözler necə gedir? Ayrı düşdü Bu neydi uşaqlar? Fikrət Əmiri Sevil operasının Sevilin aryası. Yaxşı. Bəs bu nədir? Sən sözləri Aha, gördüyün üzərə qaldı. Balaş. Öz cezandır, çəkik balaş, hə? Aha, necə? Bir də. Aha, bir də. Yenə triolarda. Öz cezandır, çək baş. Bir oxuyaq. Hamının üzü döndü, göbə günləri qaldın, öz cəzandır balaş. Hamının üzü döndü, axır qaldın, tək balaş. Neydi bu uşaqlar? Fikrət Əmiri Sevil operasından Balaşın aryası. Balaşın aryası idi. Və bütün nömrələrə baxdıq. Başqa qaldı, neyse. Məndə qalmadı. Bunları həm Safiyə nömrəsi kimi oxuyuruq uşaqlar, həm sekvensiya kimi oxuyuruq, balaca kusoklarını, parçalarını. Həm müəyyən hissələrini transpozisiya kimi verəcəm. Safiyə nömrəsi kimi oxuyanda yaxşı yadınızda qalacaq. Yaxşı?